Emişli rayonundayıq. Elə bugün Günlara xanımın rəhbərlik etdiyi studiyanın açılışındayıq. Və belə bir qərara gəldik ki, bu açılışla bağlı bir neçə astronavt ailələrdə sevindirək. Biz onlar mənə çoxdan müraciət eləmişlər. Mən dedim ki, Emişliyə səfərim zamanı mütləq sizinlə də görüşəcəm, sizə də paylarımızı çatdıracağım. Əskərin 5 uşağı var və o 5 uşaq üçün gücümüz çatan hədiyyələri təşkil etdik. Allah xoşunuz olsun. Növbəti payımız Emişli rayonunun Boşcalar kəndində yaşayan Daşkın qardaşımızadır. O da mənə çoxdan müraciət eləmişdi, hətta sosial şəbəkələr vasitəsilə mənə yazdı, ailəsi və ailəsinin durumu barədə məlumat verdi. 4 uşağım var. Onların heç birisinə mən doğru düzgün dəstək verə bilmirəm. Çünki heç bir yerdə iş yerim yoxdur, şəraitsiz evdə yaşayıram. Günlara xanım daş edirəm, bir gün Daşkıngilə gedərsən, onların ev şəraitlə də tanış olarsan, təşkilatımız adından ailə vəziyyəti ilə bağlı məlumat verəndə çox məyus oldum və ona söz verdim ki, sənin övladlarının bütün geyimlərini, qış geyimlərini, ayaqqabılarını, lazım olan nə varsa mən hamısını alıb gətirəcəm. Və bu belə də oldu, hava xoşunuz olsun. Təbrik edirəm. Bax elə bugün studiya açıldı. 22 illik fəaliyyəti var, amma o yenidən yeni imiclə fəaliyyətə başladı. Nə zaman istəsəniz bu gözəllik salonunun xidmətlərindən təməmmüz şəkildə yararlana bilərsiniz. Günlara xanım da mən sizin kimi insanları hər zaman nəzərə alır. Allah xoşunuz olsun. Allah şükür. Sağ olun. Növbəti payımız Qazi Cavdanın övladları oldu. Allah xoşun olsun və elə bu rayon sakini olan Kamran bizə müraciət eləmişdi və Kamran Allah xoşunuz olsun. Paylarınız hər zaman sizinlədir və nə zaman istəsəniz hanımınızı bir gün gətirərsiniz. Bu salonda hamısını düzəldər, xidmətlərindən istifadə edər. Günlara xanım da hər zaman öz adımlarla sizin yanınızdadır.